Coğrafi informasiyanın təqdim olunma üsullarına baxaq ki, coğrafi informasiyanın təqdim olunma üsulları 3 yerə bölünür. Xəritə sxemdir, kartodiaqramdır və kartoqram üsuludur. Burada birinci xəritə sxemindən başlayaq ki, xəritə sxem coğrafi məlumatların əyani və anlaşılan üsulunda göstərildiyi, sadələşdirilmiş, müəyyən bir şərti işarələr vasitəsilə təsvir vasitəsidir. Xəritə sxemlərdə əl qrafikasından da geniş istifadə olunur. Gördüyünüz kimi burada İçəri şəhər xəritə sxemi vasitəsi təsvir olunubdur. 1 Qız qalasıdır, 2 Orda Cümə məscididir, 3 hamamdır, 4 qala divarlardır. Yəni əl qrafikasından burada istifadə olunubdur. Kartodiaqram üsuluna gəldikdə isə kartodiaqram üsulu diaqramlar şəklində göstərilir. Yəni ölkə və bölgələrin iqtisadi göstəriciləri dairələrin və yaxud da ki, dördbucaqların köməyi ilə həyata keçirilir ki, bu coğrafiya xəritəsi ilə diaqramın birləşməsi adlanır ki, burada məlumatlar dediyim kimi həndəsi fiqurlar vasitəsilə göstərilir və fiqurların ölçüləri xəritədə təsvir edilən məlumatların kəmiyyət göstəricilərinə əks etdirir. Yəni həmin o fiqurlar böyük şəkildə təsvir olunsa, deməli bu ərazidə bu proses daha geniş, böyük şəkildə yayılıbdır. Və yaxud da ki, o gördüyünüz kimi burada diaqram çəkilibdir, yəni dairə çəkilibdir. O bir neçə diaqrama, hissələrə bölünübdür və hansı rəng tonları daha böyüksə, deməli o proses orada daha çox yayılıbdır. Yəni, məsələn, təqdim olunan xəritədəki diaqramda dairənin böyüklüyüdür. Bu şəhərdə sənayinin daha güclü olmasını bildirir. Məsəl üçün, deyirəm ki, Azərbaycanın ərazisində Abşeron zonasında ən çox hansı sənaye sahələri inkişaf eləyər? Əlbəttə ki, neftlə bağlı olan sənaye sahələri geniş inkişaf eləyəcək və nəticə etibarilə də o kartodiaqram üsulunda demək olar ki, neft sənayesilə bağlı olan sahələr daha geniş şəkildə təsvir olunacaq, daha çox faiz nisbətinə malik olacaq. Kartoqram üsulu var. Kartodiaqram dedikdə, bax bir daha üzərindən keçirəm onu. Kartodiaqram dedikdə xəritə ilə diaqramın birləşməsidir. Kartoqram dedikdə isə artıq burada hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsini vizual şəkildə əks etdirən bir təsvir vasitəsidir. Bu xəritə deyil, sadəcə təsvir vasitəsidir. Gördüyünüz kimi sanki şəkli çəkilibdir burada. Kartoqramda məlumatlar müxtəlif şərti işarələrdir, nöqtələrdir, rənglər vasitəsilə təsvir olunur. Kartoqram üsulu ilə areal üsulunun fərqi ondan ibarətdir ki, kartoqram müəyyən hadisə və prosesi sxem, nöqtələr, rənglər şəklində göstərir. Məsəl üçün, burada veribdir, A kəndinin torpaqlarının sadəcə quruluşu sxemi lazımdırsa, bu məlumatı bizə kartoqram verir. Yəni, əkilən torpaqlar 40%-dir. Gördüyünüz kimi, burada şərt işarələn verilibdir. Otlaqlar 30%-dir. Çox illik torpaqlar isə yenə 30%-dir. Və biz A kəndindəki bu torpaqların yerini əldə etmək istəsək, xəritə üzərində areallar təsvir ediləcək. Bu da belə.